Salam, ayaqlarda ağrıların 10 səbəbini açıqlayıram. Hamınızı xoş gördüm, videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. Bu ona görə lazımdır ki, videolarımı daha çox insan görsün, baxsın və yararlansın. Ayaqlarda ağrıların səbəbləri. Birincisi, bədəndə çoxlu miqdarda süd turşularının toplanmasıdır. Buna laktoasidoz deyilir. Buna səbəb bizim qida rasionumuzdur. Yəni çoxlu şəkər, karbohidratla qidalandıqda bu zaman ayaqlarda ağrı hissiyatı baş verir. İkincisi, sinir uyuşmasıdır ki, buna işyaz səbəb ola bilir. Üçüncüsü, ayaqlarda damar tıxanıqlığıdır ki, bu da fasilələrlə axsımalarla özünü göstərmiş olur. Dördüncüsü, vitamin D çatışmamazlığı. Bu xüsusilə uşaqlarda vitamin D3 çatışmamazlığı nəticəsində ayaqlarda ağrı olur. Beşincisi, diabet xəstələrində ayaqlarda ağrı olur. Ona görə də bu zaman köməyə vitamin B1 gəlir. Altıncı səbəb, yastı pəncəlik. Yastı pəncəlik zamanı diz və çanaq nahiyəsi işini normal görə bilmədiyindən ayaqlarda ağrı baş verir. Növbəti səbəb kimi beldə, bel əzəllərində gərginlik. Bel əzəllərində gərginlik ayaqlarda ağrı verir. Növbəti səbəb keçirilmiş travmalar nəticəsində ayaqlarda ağrının olması. Daha bir ayaqlarda ağrıya səbəb olacaq hal dərin venaların trombozudur. Dərin venaların trombozunda deməli tromb əgər qan axınını bloklayırsa, mütləq mənada bu ayaqlarda ağrı ilə müşayiət olunur. Və nəhayət, həddindən artıq məşq etmək. Həddindən artıq məşq etdikdə əzələlər bərpa olunmaq üçün vaxt amili olmadığından bu zaman ayaqlarda ağrı olur. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.